Davam edirik dünya gündəmi ilə. Şimali Koreya lideri Kim Chen In'in Moskvaya səfəri gözlənilir. Bundan əlavə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Prezident Vladimir Putinin Hindistana səfər edəcəyini bildirib. Avropa cəbhəsində davam edən qarışıqlıq fonunda Moskvanın Asiyaya, Şimali Koreya və Hindistana yönəlməyi isə təbii ki, müəyyən marağa səbəb olub. Maraqlıdır, son açıqlamalarında Birləşmiş Ştatlar rəhbəri Trump da Kim Chen In'la görüşmək, Pxenyanla aralarını düzəltmək, eləcə də Hindistana müəyyən silah alışı satışı barədə ticarət əlaqələrini möhkəmləndirmək istədiyini deyib. Bütün bunların fonunda deyə bilərikmi ki, tərəflər artıq mübarizəni Asiya qitəsinə daşımaq və güclü müttəfiqlər axtarışındadır. Kremlin eyni anda həm Hindistan, həm də Şimali Koreya ilə görüşlər keçirmək istəməsi başqa hansı məqsədlərlə ola bilər? Cavid İmaməliyev araşdırıb. Şimali Koreya prezidenti Kim Chen In'in Moskvaya səfəri gözlənilir. Bu barədə Rusiyanın Xarici İşlər Nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında bildirib. O həmçinin Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun da Koreya Xalq Demokratik Respublikasına cavab səfəri planlaşdırdığını açıqlayıb. Eyni zamanda Sergey Lavrov Prezident Vladimir Putinin Hindistana səfərinin hazırlıq mərhələsində olduğunu qeyd edib. Putin Hindistan hökuməti başçısının dəvətini qəbul edib. Onun Hindistana səfəri hazırlanır. Hindistanın baş naziri Narendra Modinin keçən il yenidən seçildikdən sonra ilk ikitərəfli xarici səfərini Rusiyaya etməsi simvolikdir. İndi növbə bizdədir, deyə Lavrov əlavə edib. Moskvanın həm Yeni Dehli, həm də Pxenyanla münasibətləri bir növ möhkəmləndirmək istəyi mövcud geosiyasi vəziyyət nəzərə alındıqda başa düşüləndir. Belə ki, yaxın şərqdə baş verən proseslər nəticəsində Rusiya-Suriya müttəfiqliyi dayandırılıb, eləcə də İranın başı hazırda öz daxili məsələlərinə qarışıb. Üstəlik, Trumpın Çinə etdiyi təzyiqlər nəticəsində Pekin və Vaşinqtonun yaxın zamanlarda bəzi məsələlərdə razılığa gəlməsinə dair gözləntilər meydana çıxıb. Bütün bunlar fonunda Avropa İttifaqı da Rusiyaya qarşı ortaq cəbhədə mübarizə aparmaq fonunda güclərini birləşdirir. Odur ki, Moskva beynəlxalq arenada tək qalmağın qarşısını almaq üçün müttəfiqi Şimali Koreya ilə mövcud əlaqələrini daha da möhkəmləndirməyə, eləcə də hələlik bitərəf qalmağı seçən Hindistanı öz tərəflərinə çəkməyə çalışır. Rusiya-Ukrayna müharibəsi fonunda Qərb-Şərq cəbhəsi artıq formalaşıb. Avropa dövlətləri artıq Rusiyaya qarşı müttəfiqlik əlaqələrini gücləndiriblər. Qərbdə güclü şəkildə konsolidasiya var Rusiyaya qarşı və Rusiya əlbəttə ki, bu beynəlxalq izolyasiyadan çıxmaq və özünə müttəfiqlər qazanmaq üçün daha da yeni bir diplomatik təmasları genişləndirir. Yəni Rusiya məhz təmasları artırmaqla özünü yeni bir siyasi ittifaqını yaradaraq Qərbə qarşı bir koalisiya formalaşdırmağa çalışır. Putin bir taraftan Trump'ı Ukrayna konusunda kendi lehine nasıl çevirebilirim diye düşünürken, diğer taraftan da Uzak Doğu'da, Kuzey Kore'de, Hindistan'da Putin etkinliğini artırmaktadır. Bu etkinliğini artırmayı Amerika'ya karşı bir denge olarak mı, yoksa Çin'e karşı Amerika'nın yanında daha fazla önemli bir pozisyon alabilmek adına, inisiyatif alabilmek adına böyle bir hamle mi gerçekleştiriyor? Bu en fazla üzerinde düşünülmesi gereken, hatta tartışılan konunun başında geliyor. Rusiyanın indiki mərhələdə hərəkətə keçməsinin digər səbəbi isə Asiyada baş verən proseslərdən kənarda qalmaq istəməməsidir. Belə ki, hələ birinci prezidentliyi dövründə Şimali Koreya lideri ilə ilk görüşən Donald Trump, ikinci hakimiyyəti dövründə də Pxenyanla aralarını tamamilə düzəltməyə, Kim Chen In'i Moskvadan uzaqlaşdırmağa çalışır. Əslində Kim Chen In'in Putinlə olan əlaqələri nəzərə alındıqda bu qeyri-mümkün görünsə də, Trump beynəlxalq arenadan təcrid olunan Pxenyana qarşı müəyyən təkliflər irəli sürərək uzun illər davam edən müttəfiqliyi dəyişdirmək potensialına sahibdir. Eyni şəkildə Hindistanın əsas silah arsenalının Rusiya texnikalarından ibarət olmasına, hətta 5-ci nəsil Su-57 qırıcılarının belə Yeni Dehliyə satılmasına dair görüşmələrin getməsinə baxmayaraq, Trump öz F-35'lərini və bəzi silahların Hindistana satılması ilə bağlı müəyyən təkliflər irəli sürür. Məhz Asiya üzərində baş verən proseslər və irəli sürülən yeni kartlar region ölkələrinin həm Rusiya, həm də Birləşmiş Ştatlar arasında seçim etmək məcburiyyətində qalmasına səbəb ola bilər. Rusiya Şimali Koreya ilə əlaqələri bərpa etməyə, əlaqələri daha da gücləndirməyə çalışır. Kim Chen-in Moskvaya səfəri, Lavrovun Pxenyana səfəri, eyni zamanda Hindistan, Amerika Birləşmiş Ştatlarının Hindistan silah satmasının qarşısını, bu embargonun qaldırma, ümumiyyətlə silah satışının artırılması. Biz bilirik ki, ənənəvi olaraq Pakistan Amerika Birləşmiş Ştatlarından idi. Hindistan isə
bir növ qoşulmama hərəkatı və yaxud belə deyək şərq blokuna daha yaxın bir ölkə idi. Amma biz görürük ki, dinamika dəyişir. Digər tərəfdən həm Rusiya, həm də Birləşmiş Ştatların ortaq şəkildə Çini proseslərdən uzaq tutmağa çalışmasıdır. Görünür, tərəflər Pekinin artan hərbi, iqtisadi və geosiyasi gücünü təhdid olaraq qəbul edir və hələlik Asiya nəhəngindən uzaq dururlar. Bununla belə Moskva və Vaşinqton Pekinin proseslərə qoşulmasına istəməsələr belə, Çinin artan gücü fonunda onunla əlaqələri tamamilə qoparmayacaqlar.